Bakıda ötən il rinoplastika əməliyyatından sonra iflic vəziyyətinə düşən 34 yaşlı Nigar Budaqlı ötən gün dünyasını dəyişib. BTV Xəbər.com xəbər verir ki, ötən ilin aprel ayında Bakıda fəaliyyət göstərən Medaura klinikasında rinoplastika əməliyyatı keçirən Nigar Budaqlı əməliyyatdan sonra iflic vəziyyətinə düşüb. Uzun müddət müxtəlif müalicələr alan qadın ötən gün vəfat edib. Qeyd edək ki, Nigar Budaqlının əməliyyatdan sonra iflic vəziyyətinə düşməsi barədə daha əvvəl də məlumat yayılıb. Xatırladaq ki, Nəsimi rayon məhkəməsi Medaura klinikasında rinoplastika əməliyyatından sonra 34 yaşlı Nigar Budaqlının komaya düşməsi ilə bağlı cinayət işi üzrə hökm çıxarıb. Lor plastik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva səhlənkarlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan əlavə hər iki həkim 2 il müddətinə tibbi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.